Merhabalar arkadaşlar. Şimdi bugünkü hikayemiz şöyle. The Fox and the Grapes. Tilki ve üzümler. Şimdi hikaye böyle başlıyor. One day, bir gün, a hungry fox saw some tasty grapes hanging high on a vine. Bir gün aç bir tilki tatlı üzümleri asılı olan bir budak gördü. He really wanted to eat them. O həqiqətən istəyirdi ki, onları yesin. He jumped once. O bir dəfə tullandı. Too low. Çox aşağıdaydı. He tried again. O yenidən cəhd etdi. Still couldn't reach. Amma yenə də çata bilmədi. He jumped many times. O dəfələrlə cəhd etdi. But the grapes were too high. Ancaq üzümlər çox hündürdə idi. Tired and upset. Yoruldu və məyus hiss etdi. The fox gave up. Give up bir şeylərdən vazgeçmək demək. Tülkü vazgeçdi, təslim oldu. As he walked away, he said. O uzaqlaşarkən dedi. Those grapes are probably sour anyway. Bu üzümlər yəqin ki, onsuz da turş idi. He said this just to feel better. O dedi bunu sadəcə daha yaxşı hiss etmək üçün. Listen, dərs. It is easy to say something is bad when we can't get it. Əgər bizə demək asandır ki, bir şeyə biz asan şəkildə deyə bilirik ki, nə zaman ki biz onu əldə edə bilməyəndə, yəni bir şey əldə edə bilməyəndə onu pis demək daha asan olur. Bu bir dərs olaraq gedirdi. Şimdi bunun Türkçə versiyonunu da deyəcəyik. Türkçə yox, Rusça versiyonu. Şimdi arkadaşlar İngilizce tercüme ettiğimiz bu metnin İngilizce olan versiyonundan çeviri yapıp aynı anlama gelen Rusça bir metin tercüme ediyoruz. Şimdi şöyle geliyor. Adnajdı mesela orada diyor ki bir gün, one day diyor. Ama genel olarak nağıllarda adnajdı günlerin bir günü, bir gün olarak gidiyor. Adnajdı Golodnaya Lisa Udelya Vusko nalozi vukusni vinograd. Şimdi günlerin bir günü Golodnaya ac demek. Ac bir Lisa tülkü. Uvidyela gördü. Vusko hündürdə deməkdir. Hündürdə nalozi. Budaqdan asılı olan vukusni vinograd dadlı üzümləri. Ana oçen xatela yego svest. O çox istədi ki, yesin onları. Ana prignula adin raz. O tullandı bir dəfə. Raz dəfə deməkdir. Slishkom nisko. Amma deyir ki, həddindən artıq aşağı tullanmışdı. Yəni aşağıdaydı. Üzüm yuxarıdaydı, amma o həddindən artıq aşağı tullanmışdı. Slishkom həddindən artıqdır, nisko isə aşağı deməkdir. Ana prigala mnogo raz. Şurada bir cümlə getdi. Ana paprovala snova. O yenidən cəhd etdi. Paprovala cəhd etməkdir. Snova isə yenidən deməkdir. No, amma visyo ravno. Onsuz da ne smagala datyanutsaya. O bacarmadı. Əli çatmadı. Bacarmadı. Yəni ona əli çatsın. Ana prigala mnogo raz. O dəfələrlə cəhd etdi. No vinograd был слишком высоко. Şimdi deyir ki, amma üzüm slishkom həddindən artıqdır. Vysoko yuxarı deməkdir. Amma üzüm həddindən artıq yuxarıda idi. Ustavşaya, yəni ustal yorğun olmaq deməkdir. Burada ustavşaya olaraq dəyişib yoruldu. Rastronaya, yəni həm də məyus oldu. Lisa Stalas, vazgeçti Lisa. Bir give up demişti. Burada da Stalas diyoruz. Bir şeylerden vazgeçti, teslim oldu. Uxodiya uzaqlaşan zaman ana skazala, o dedi. Navernoye, yəqin ki, etot vinograd visyo ravno kisli. Deməli, bu üzüm onsuz da turşdur.
Она сказала это просто, чтобы почувствовать себя lучше. O dedi bunu sadəcə почувствовать hiss etmək deməkdir. Чтобы üçün, себя lучше, özünü daha yaxşı hiss etmək üçün dedi. Yəni o sözü işlətdi. Urok dərs. Lегко сказать asandır demək. Что to плохое. Nəyə ki, что to bir şey deməkdir. Bir şeyə pis deyirsiniz. Когда не можешь этого добиться. Burada deyir ki, nə zaman ki siz onu əldə edə bilmirsiniz.